atalarımız, əmlərimiz, dayılarımız bu qəhrəmanlıqları ediblər. Biz həmin o qəhrəmanlıqları eşidə-eşidə böyümüşük, onlardan ilhamlanaraq böyümüşük və vaxt gəldi, vədə satdı. İkinci Qarabağ müharibəsi başlananda isə biz də eyni qəhrəmanlıqları təkrar eləmək üçün eyni qaydələrimizə silahımızı alıb cəbhəyə yollandıq. Bu həqiqətən bizim üçün böyük bir fəxrdir, görürsünüz ki, biz həmin qəhrəmanlıqlarla, həmin o əmlərin, dayıların göstərdiyi qəhrəmanların eşidə-eşidə böyüdük. Başqa ölkələrin, başqa dövlətlərin baxırıq ki, özlərinin milli qəhrəmanları, özlərinin ümumiyyətlə qəhrəmanları olmadığı üçün onlar yalandan qəhrəmanlar uydururlar özləri üçün. Amma bizdə isə bu həqiqətən də belə deyil, bizim həqiqi, igid, qəhrəman oğullarımız var olur, hər zamanda olacaqlar. Əlavə olaraq onu demək istəyirəm ki, və gələcək nəsillərə ötürmək istəyirəm ki, xüsusilə necə ki, 1-ci Qarabağ müharibəsində, təkcə 1-ci Qarabağ yox, hətta 1918-ci ildən bəri xüsusi bu dövlətimiz, müstəqil dövlətimiz yaranandan bəri nə qədər ki, şəhid olublar, həmin bizim qəhrəmanlarımız, şəhidlərimiz öz səngərlərində möhkəm dayandılar. Gəlin biz də öz səngərimizdə möhkəm dayanalım. Bizim səngərimiz, bugünkü sizin səngərimiz o park arxasıdır. Günü məlum məsələdir ki, Azərbaycan digər dövlətlər kimi, hətta digər dövlətlərdən də üstün olaraq günü-gündən inkişaf edir. İstər silah texnikası cəhətdən, istər digər sahələrdə, idmanda və s. ilə. Bunun nəticəsi biz park arxasında öz səngərimizdə möhkəm dayanmalıyıq ki, öz təhsilimizlə, savadımızla gələcək üçün Azərbaycan dövləti üçün layiqli vətəndaş yetişməliyik. Çox sağ olun.